tariximizin məmuriyyətimizin beşiyidir. Bu torpaqlarda əsrlər boyu xalqımızın sərtliyi, təsirli yaşayır. Amma 1990-cı illərdə baş verən 1-ci Qarabağ müharibəsi bu tərkibliyi bozdu. Minlərlə insan ölümün yolunu tərk etməyə məcbur qaldı. Kəndlər boşaldı, evlər dağıldı, torpaqlar işğal edildi. Lakin bir anlamı dəyişmədi. Qarabağ Azərbaycandır. 27 sentyabr 2022 il. Ermənistan silahlı qüvvələrinin təxribatı cavab olaraq Ali Baş Komandanımızın əmri ilə Azərbaycan ordusu əks etmə seçdi. Xalq, ordu və dövlət bir milli üçünlük birləşdi. 43 günlük mühafizətin müharibəsi xalqımızın şərəf və qəhrəmanlıq sərmanəsini çevrildi. Hər gün yeni bir qələbə xəbər gəlirdi. 4 oktyabrda Cəbrayıl, 9 oktyabrda Xadrov, 14 oktyabrda Füzuli, 20 oktyabrda Zənciri, 25 oktyabrda Sibadlı şəhəri azad edildi. Və nəhayət 8 noyabrda Qarabağın tacı Şuşa şəhəri azad edildi. Tarihi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərindən biridir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçələcək. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Sentyabrın 27-sində Ermənistan silahlı qüvvələri işğal olmuş torpaqlarımızda sərhəd boyu təxribata başladı. Buna cavab olaraq Azərbaycan ordusu Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında Dəmir Yumruq adlı əməliyyata başlandı. 44 günlük müharibə 30 il işğal altında olan torpaqlarımızın işğalına son qoydu və azad oldu. Ali Başkomandan İlham Əliyevin sərkərdəliyi ilə əskərlərimizin, zabitlərimizin şücaəti, əskərlərimizin qəhrəmanlığı və canı, qanı bahasına torpaqlarımız alındı və qələbə ilə bu müharibə başa çatdı. Bugün hər bir Azərbaycan vətəndaşı və mən də bir Azərbaycan müəllimi olaraq fəxrlə deyə bilirəm. Zəfər günün mübarək Azərbaycan. Şuşa azaddır. Azərbaycan Qarabağdır. Bugün 8 noyabr bu möhtəşəm qələbəmiz münasibətilə gələcəyimiz olan siz şagirdlərimi təbrik edirəm və deyirəm. Zəfər gününüz mübarək olsun, əziz şagirdlər. Hörmətli qonaqlar, siz 8 noyabr Zəfər günü münasibətilə səmimi qəlbdən salamlayırıq. Bugün Azərbaycan xalqının şərəf və qürur günüdür. Bugün vətənimiz uğrunda canlar çəkən qəhrəmanlarımızın Zəfər günüdür. İndi isə təqdimimiz Azərbaycan Respublikasının dövlət himni ilə başlayır. Zəhmət olmasa hamı ayağa qalxsın. Sen
Qasımova həsr olunmuş səhnəcik təqdim olunur. O, vətən uğrunda mübarizənin simvoluna çevrilmişdir. Səhnəyə nəzər salaraq qəhrəmanlıq, vətən sevgisi və şəhidlik zirvəsi uzaqlığı bir daha hiss edəcəyik. Sən gedəndən bu evdə sükut var, səssizlik var, qapımız hər kərəsəndə açılır. Elə bilirəm, sən gəlirsən. Nafiq, haradasan bala? Gedəndə demişdin, qayıdacam ana, narahat olma. Amma sənin qayıtmağın necə baxan həsrətində idim. Hər səhər bu fotoya baxıram, oğlum, bayrağı sinəndə görürəm, əlinə alırsan hələ. Tam deyil, o şəhid ol, amma mənim içində bir səs var, deyil, o gələcək. Ölmüşsünüz. Yəqin ki, sayıları çoxdur, çoxlu itkimiz var. Ged onlara de ki, əgər təslim olmasalar, qozalı əsilləri güllələyəcəyik. Natif, əgər təslim olmasan, yenicə qozalı əsilləri güllələyəcək. Onların canı mənim canımdan qiymətlidir. Görürsən, sən bizim əsilmirsən. Mən əsil deyiləm, mən qaydanın kölgəsində. Mənim üçün əsillik deyil, vətən yoludur bu. Torpaq üçün can verənlər geri dönməsə də heç vaxt unudulmaz. Ver bayrağına. Bayraqlar xalqımızın gələcəyin işıqıdır. Mübarək tərəfədir, mübarək görür. İndi şagirdlərin ifasında şeirlər dinləyək. Bilsinlər şəhidlər, bilsin qazilər, köşən oqanlar olmadı hədər. 44 gündə gəldi bu böyük səfər, Qarabağ bizimdir, hamı biləcək. Azərbaycan zəfər günü mübarək. İllərlə səbr edib dözdü bu xalqım, bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməninin adı edirdi, Azərbaycan zəfər günü mübarək. Qanla tarix yazdı şanlı ordumuz, vətənlə tazlandı milli ruhumuz. Özünə qayıtdı cənnət yurdumuz, artıq Qarabağın çiçəklənəcək. Azərbaycan zəfər günü mübarək, Azərbaycan zəfər günü mübarək. Daşlar yazdı hər zəfərin əksəri, dağıtdı düşmənin, bozqun səncəri, qarşında diz çöktü məğrur düşmənin. Azərbaycanda filsin əsəcək, Azərbaycan zəfər günü mübarək. Minlərlə şəhidlər, boz əqacilər, nədə gördüyümüz o faciələr. Nə qədər üstündən keçsə deyirlər, heç vaxt yaddaşlardan silinməyəcək. Azərbaycan zəfər günü mübarək. Vaxalının müzəffər sərkərdəsi, qırıldan ikidir o ölkədir. Bəs ələyiniz birləşəlməşəməsin, dəmir yumruq yeniden birləşəcək. Azərbaycan zəfər günü mübarək. Tarix yazdı igidləri, hamı əzizimizdir, Doktor Gözünün ailə, Şamil tariximizdir. İndi azad Qarabağ, günbəgün abadlaşır, mənim qədim torpağım, sənə bu çox yaraşır. Dəmir yolun düşmənin yaxşı başlarını ərdi, düşmənlər Qarabağda daim olardı. Yaşa vətən, çox yaşa, layihə səfər sənə, ağış, milçə, ağış, səfəri daş edərlər. Bizə zəfər yaşatdın, etdiyi doğrularımız, hər birimiz anları, minnətdarı qalır. Səmada quşlar sevilir, göz ayız sevilir, şunların sevilir, çakarsan azalır. Müjde verin kızlar, müjde verin, okudun aşağıya, aşağıya, etiksin dünya, bu zalim ötür vatandaşı. Sənə zəfər yaraşır, bugün hisslərin yarışır, sevin zəkələr yarışır, sən qalibsən, Azərbaycan. Düşmən hissəsindən alışıb yansın, bu üzərli bayraq heydavralar. Millətim özünü qorxuz bəqsən, izdarlı bənzədim vətəndaşı. Sevdikdə nefət sesleri, gördüğün sanatımdır ələmin, hər yanı sürən gəbər əlirsən, qalibsən Azərbaycan. Sevdikdə çiftləri, həm gölün yeri, yavub güvəyimi sizə gözlərir. Sizali başlamanı sizi əsməyin, sizali ölkənin vətəndaşı, vətənin yolu əksizdir, bağlanmış yolu əksizdir, dünyaya zəfərsən, sən qalibsən Azərbaycan. Zaman səsləri ilə baxdı dinara, müharifin ölkədir sabaha, sən gürurunun qarşısında haqqı qalib edilməyəcək. Sen galipsen bütün dünya gele benden danışır.
yaraşır. Eşk olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan. Eşk olsun igidlərə, yaşasın Azərbaycan. Var olsun mərd millətim, yaşasın Azərbaycan.